Değerli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Bugün sizlərə yeni təmirdən sonra yaşayış olmayan bir mənzil təqdim edirəm. Mənzilimiz yerləşir Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, Alba uşaq bağçasının tam yaxınlığında. Bura mənzilimizin balkon hissəsidir. Mənzilimizdə qaz su işıq təminatı daimidir, istilik sistemi kombidir. Göründüyü kimi mənzərəsi də çox gözəldir. Bura mənzilimizin qonaq otağıdır. Qonaq otağımız geniş sahəyə malikdir. Mənzilimiz 17 mərtəbə binanın 6-cı mərtəbəsində yerləşir. Bura isə mənzilimizin giriş qapısıdır. Bura isə hamam otağı və sanitar qovşağıdır. Kermogranit olan hissələr isti poldur. Mənzilimiz 70 kvadratdır, kupsalıdır. Bura isə mənzilimizin mətbəx hissəsidir. Göründüyü kimi mətbəx mebeldə quraşdırılıb. Bura isə yataq otağımızdır. Yataq otağından balkona keçid etmək də mümkündür. Mənzilimizdə qaz su işıq təminatı daimidir, istilik sistemi kombidir. Mənzilimizin start qiyməti 173 min manatdır. Real alıcılara endirim olunacaq. Sağ olun, salamat qalın.